Çox çətin yollardan keçdin. Bəzən gülümsədin, sadəcə gülümsəməni gördülər. Bəzən səssizləşdin, yorğundur dedilər. Bəzən soruşdular, sadəcə yaxşıyam deyib keçdin. Çünki qəlbindəki tufanı, ruhundakı qasırğanı göstərmək çox çətin idi. Anlamazlar deyib sustun, günahlandırarlar deyib gizlətdin, zəif görərlər deyə içinə atdın. Bəlkə də eşitməyə öyrəşdin, o cümlə ilə qarşılaşacağını düşündün. Bu nədir ki, mən daha böyük acılar çəkmişəm. Amma sən yenə də bacardın, ayağa qalxdın və o çətin yolu keçdin. Çox itkilər verdin, bəlkə də özündən böyük bir parça itirdin və bəlkə də artıq əvvəlki sən deyilsən. Amma yenə də ayaqda qaldın. Bu, göründüyündən çox daha böyük bir gücdür. Bəlkə də hələ də qırıntılar var içində. Bəlkə də hələ də o çətin yolun ortasındasan və yenə tək mübarizə aparırsan. Amma buna məcbur deyilsən. Bəlkə də artıq paylaşmaq zəiflikdir öyrədilən düşüncəsini dəyişməyin əsl indi vaxtıdır. Bəzən güc birinin yardım etməsinə icazə verməkdir. Səni güvənli mühitdə, günahlandırmadan dinləyən, sağlıqlı empatiya qura bilən mütəxəssislər var. Sadəcə bir addım at. Bu dəfə özünü ilk sən seç. Çünki sən çox dəyərlisən.